Salam əziz abituriyentlər. Bugünkü videomu 9-cu siniflərin təkliflərini nəzərə alaraq çəkirəm. Əvvəlcə bunu qeyd edim ki, sizə faiz mövzusunu daha dərindən öyrənə bilməyimiz üçün biz düz və tərs mütənasib kəmiyyətlər haqqında anlayışları dəqiq bilməliyik. Əvvəlcə gəlin düz mütənasib kəmiyyətlər hansı kəmiyyətlərdir onu yadımıza salaq. Bir-birindən asılı olan iki kəmiyyətdən biri neçə dəfə artırsa, digəri də həmin dəfə artır və yaxud da ki, biri neçə dəfə azalırsa, digəri də həmin dəfə azalır, belə kəmiyyətlər düz mütənasib kəmiyyətlərdir. Məsələn, bir məsələ üzərində baxaq. 3 qələmin qiyməti 80 qəpikdir. Demək, 3 qələm 80 qəpikdir. Və bizdən soruşulur ki, 12 qələmin qiyməti neçə qəpikdir? 12 qələm neçə qəpikdir? Gəlin, bu məsələni tənasib qurma yolu ilə həll edək. Əvvəlcə yadımıza salırıq ki, düz mütənasib kəmiyyətlərdə tənasib qurularkən 3-ün qarşısında 80 yazdıq. 12 qəpik, 12 qələmsə x qəpik yazdıq. Düz mütənasib kəmiyyətlərdə tənasib çarpaz şəkildə vurulmaqla tapılır. Yəni, 3 vurulsun x bərabərdir, 12 vurulsun 80 yaza bilərik. Hər tərəfi 3-ə bölsək, x bərabərdir 4 vurulsun 80, yəni 320 qəpik olduğunu alırıq. Bu alındı demək düz mütənasib kəmiyyətlərin hesablanma qaydası ilə. Davam edək. İndi isə tərs mütənasib kəmiyyətlərin hesablanma qaydasına baxaq. Yadımıza salırıq ki, bir-birindən asılı olan iki kəmiyyətdən biri neçə dəfə artırsa, digəri həmin dəfə azalır və yaxud da ki, biri neçə dəfə azalırsa, digər kəmiyyət həmin dəfə artırsa, belə asılılıqlar tərs mütənasib kəmiyyətlərdir. Misal olaraq deyə bilərik ki, 6 fəhlə işi 24 saata görür. 24 saata. Və 8 fəhlə neçə saata görər? Neçə saata görər? Buradan görürük ki, bu kəmiyyətlər bir-biri ilə tərs mütənasibdir. Yəni, fəhlələrin sayı artdığına görə bizim vaxtımız azalmalıdır. Tənasib bu şəkildə qurulur. 6 fəhlə 24 saata görürsə, bu zaman deyə bilərik ki, 8 fəhlə x saata görür. Tərs mütənasib kəmiyyətlər qarşı-qarşıya vurulur. Yəni, 6 vurulsun 24 bərabərdir 8 vurulsun x. Hər tərəfi 8-ə bölsək, x bərabərdir 18. Demək, fəhlələrimizin sayı 6-dan 8-ə artarsa, işimizin vaxtı 24 saatdan 18 saata düşəcək. İndi biz tərs və düz mütənasib kəmiyyətlərin necə hesablandığını öyrəndiyimizə görə artıq faiz məsələlərini həll edə bilərik. Faiz məsələlərində düsturların tətbiqindən daha çox tənasübdən istifadə edərək biz məsələləri həll edə bilərik. Gəlin əvvəlcə faizin nə olduğu tərifini verək. Tərifdə deyilir ki, ədədin %1 hissəsinə faiz deyilir. Məsələn, %1 bərabərdir 1% şəklində göstərilir. Demək, biz istənilən bir ədədi faizə, istənilən faizi isə ədədə çevirə bilərik. Bunun üçün ədədi faizə çevrilmək üçün onu 100-ə vurmaq lazımdır. Məsələn, 0,5 ədədini faiz ilə ifadə edin deyirsə, vururuq 100%-ə bərabərdir 50% olduğu alınır. Məsələn, bir də nümunədə yazaq, 1,2 ədədini faizə çevirin deyirsə, vururuq 100-ə alınır 120%. Bu şəkildə göstərə bilərik. İkinci qaydada isə biz faizləri ədədə çevirə bilərik. Məsələn, desək ki, 140% ədəd ilə ifadə edin. Bu halda 140-ı 100-ə bölməyimiz lazım olacaq. Sıfırları aparsaq, 14 bölünsün 10 bərabərdir 1,4 olduğunu alırıq. İstənilən ədədi, daha doğrusu faizi ədədlə ifadə etmək olar. Məsələn, 70%-i ədəd ilə ifadə edək. 70%
bərabərdir 70 bölünsün 100, o da bərabərdir 0,7. Bu şəkildə göstərə bilərik. Gəlin indi ədədin faizinin tapılma məsələsinə baxaq. Qayda bizə deyir ki, qaydada istənilən bir ədədin faizini tapmaq üçün onu faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Gəlin bir məsələ üzərində buna baxaq. Məsələn, 40 ədədinin 20 faizini tapın. Düsturu bilən şagirdlər deyir ki, ədədi tapmaq üçün onu faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Buradan sıfırları aparsaq, 4 vurulsun 2 bərabərli 8 cavabını alır. Amma düsturları hər kəs yadda saxlaya bilmədiyinə görə, yaxşı olar ki, biz faizi öyrənərkən tənasüb qaydasından daha çox istifadə edək. Məsələn, ədəd 40 bu bütün ədədin 100%-ni təşkil edir. Həmin ədədin hansı hissəsi 20%-ni təşkil edir? Tənasübümüzü qurduq, yəni 40 100%-ni təşkil edirsə, x isə 20%-ni təşkil edir. Biz dedik ki, düz mütənasib kəmiyyətlərdə tənasüb tapılarkən çarpal şəkildə bir-birinə vurulur. Buradan x vurulsun 100 bərabərdir 40 vurulsun 20 olduğunu alırıq. 2 0 soldan, 2 0 sağdan aparsaq, x bərabərdir 4 vurulsun 2 bərabərdir 8. Demək eyni cavabı almışıq. Növbəti qaydamızda bizdən faizinə görə ədədin tapılması tələb oluna bilər. Məsələn, deyək ki, 30% 12 olan ədədi tapın. 12 olan ədədi tapın deyilir. Qaydanı bilən şagirdlər deyir ki, həmin ədədi tapmaq üçün biz ədədi 100-ə vurub faiz göstərisinə bölməyimiz lazımdır. Məsələn, 12 vurulsun 100 bölmək lazımdır faizə. Sıfırları aparsaq, 3 ilə 12-ni ixtisarləsək, 4 vurulsun 10 bərabərdir 40 olduğunu alır. Yenə deyirəm, şagirdlər düsturları çox yadda saxlaya bilmirlər. Ona görə mütləq şəkildə tənasübdən istifadə edək. Əgər 30% 12-dirsə ədədin 100% neçədir? X deyirik. Buradan tənasübümüzü həll etsək, x vurulsun 30 bərabərdir 12 vurulsun 100. 0-ı 100-ün bir 0 ilə, 3-ü isə 12 ilə ixtisar etsək, x bərabərdir 4 vurulsun 10, yəni 40-a bərabər olduğunu alırıq. Cavabların eyniliyi bizə qaydanın tətbiqində tənasübün nə qədər çox önəmli olduğunu göstərir. Sonra bizdən 2 ədədin faiz nisbətini istəyə bilər ki, məsələn, deyək ki, 20 ədədi 50-nin neçə faizidir? Neçə faizidir? Qaydanı bilən şagirdlər deyir ki, kiçik ədədi böyük ədədə böldük, vurduq 100-ə. 50 ilə 100-ü ixtisar etsək 2, 20 vurulsun 2 bərabərdir 40% olduğunu alaram. Bəs qaydanı bilməyən şagirdlər tənasübü necə quracaq? 50 ədədinə 100% deyəcəm, 20 ədədinə x% deyəcəm. Buradan x bərabərdir, yəni x vurulsun 50 bərabərdir 20 vurulsun 100 yaza bilərik. Hər tərəfdə 50-yə bölsək, x bərabərdir 20 vurulsun 2, yəni 40-a bərabər olduğunu alırıq. Demək, 20 ədədi 50-nin 40% olacaq. Gəlir və ziyan məsələləri var ki, şagirdlər, burada da diqqətli olsaq, əslində qaydanı tətbiq etmədən, yəni tənasüb üzərində də məsələni həll edə bilərik. Məsələn, deyək ki, 10% gəlirlə 220 manata
manata satılan malın əvvəlki qiymətini tapın. Gəlin qaydanı nəzərimizə salaq. Yəni qaydada deyilir ki, hər hansı bir ədədi tapmaq üçün verilmiş ədədi həmin qiymətini, yəni 220-ni vurmalıyıq 100-ə, yəni əvvəlki qiymət 100%-imizə, bölürük aşağıda əvvəlki faizimiz, sonra artım faizini. Bu şəkildə həll etsək, 220 vurulsun 100, bölünsün 110. 110 ilə 220-ni ixtisar etsək 2 vurulsun 100, bizə verəcək 200. Demək, malın əvvəlki qiyməti 200 manatdır. Bəs qaydanı bilməyən şagirdlər tənasüblə bunu həll edə bilərmi? Əlbəttə ki, həll edə bilərik. Əvvəl malımız 100% qiyməti var idi. 10% gəlirlə satırıqsa artıq 110%. Artıq 110%-imizin 220 manat olduğunu bilirik. Bəs 100%-imiz, yəni əvvəlki qiymətimiz nə qədərdir? X qiymətindədir. X-i təyin etsək, X bərabərdir, daha doğrusu X vurulsun 110 bərabərdir. 220 vurulsun 100 şəklində yaza bilərik. Yenə 110 ilə 220-ni ixtisar etsək, X bərabərdir 2 vuraq 100, yəni 200 manat olduğunu alırıq. Yenə də şagirdlər buradan görürük ki, istənilən bir məsələni biz tənasüb qurmaqla həll edə bilərik. Növbəti bizdən tələb oluna bilər düzbucaqlı məsələləri. Düzbucaqlı məsələlərini həll etməyimiz üçün yenə də faizdən tənasüb qurmaqla istifadə edə bilərik. Məsələn, sual deyək, hər hansı bir düzbucaqlının enini 20% artırıb, uzunluğunu 30% azaltsaq. Uzunluğunu 30% azaltsaq. Sahə neçə faiz dəyişər? Sahə neçə faiz dəyişər? Əvvəlcə şagirdlər düsturu yadımıza salırıq. Məsələn, deyək ki, düstur ilə həll edən bilən şagirdlər deyir ki, müəllim, düsturda qeyd olunub ki, P faizini hesablamaq üçün, demək artım olan 20%, azalma varsa, yəni onu mənfi ilə göstəririk, çıxaq 30, üzərinə gəl, 20 vuraq azalma mənfi 30, məxrəcdə isə 100. Bunu hesablasaq, demək alasıyıq, mənfi 10, üzərinə gəl, burada 20-yə ixtisar eləsək 100-ü 5, 5 ilə 30-u ixtisar eləsək, burada qalar mənfi 6, üzərinə gəlir mənfi 6, aldıq cavabımız mənfi 16. Demək, sahəmiz mənfi alındığına görə 16% azalar deyilik. Bu cür məsələləri düsturla həll etməkdə çətinlik çəkdiyimizə görə yaxşı olar ki, yerinə ədəd qoyub hesablayaq. Məsələn, ixtiyari bir düzbucaqlı götürürəm və həmin düzbucaqlının eni və uzunluğuna 10 deyirəm. Sahəmiz S bərabərdir 10 vurulsun 10 bərabərdir 100. Nəyə görə 10 və 10-dan istifadə edirik? Çünki sahəni 100 götürsək, hesablamalar daha rahat olacaq. Düzbucaqlının enini 20% artırmaq. Onun 20%-i 2 olduğuna görə 20% artdıqdan sonra olacaq 10 üstə gəl 2, uzunluğumuz 12-yə bərabərdir. Enini isə 30% azaltsaq. Yəni 30% azaltmaq 3 vahid azaltmaq deməkdir. Enimiz 10-3 bərabərdir 7 olacaq. İndi sahəni hesablasaq, S bərabərdir 12 vurulsun 7 bərabərdir 84. Əvvəlcə sahəmiz 100,
Dəyişimlərdən sonra sahəmiz 84-ə bərabərdir. Demək, 100 çıxaq 84 bərabərdir 16. Demək, sahəmiz 16% azalıb. Bununla bağlı digər məsələmiz isə ədədlərdən birini artırıb digərini azaltsaq, sahəmiz necə dəyişər şəklindədir. Gəlin bu məsələləri də həllinə baxaq. Məsələn, deyək ki, ədədi 30% artırıb 30% azaltdıqda bu ədəd neçə faiz dəyişər? Məsələn, ədədi 30% artırıb 30% azaltsaq. 30% azaltsaq, bu ədəd neçə faiz dəyişər? Bu ədəd neçə faiz dəyişər deyə sual verilib. Gəlin bu sualı həll edək. Qaydaya əsasən həll etsək, demək, əlindən ədədin verilmiş ədəddən nə qədər artırıb azaldığını tapmaq üçün p kvadratı bölünsün 100 şəklindədir düsturumuz. Demək, verilən faizimiz 30 olduğuna görə 30-un kvadratı bölünsün 100. Bu da 9 bölünsün 100 bərabərdir 9. Demək, ədədimiz 9% azalar. Bu şəkildə deyirik. Gəlin indi tənasüb qaydası ilə bu məsələnin də həllinə baxaq. Verilmiş ədədimiz 100 idi. Biz ədədi 30% artırsaq, 100-ün 30%-i 30-dur. Üzərinə 30 gəldik, aldıq 130. Daha sonra 30% azaltmaq lazımdır. Demək, 130-umuzu 30% azaltmaq üçün 30%-ni tapdıq, böldük 100-ə, sıfırları apardıq, aldıq 39. Demək, alınmış ədəddən 39-u çıxsaq, bərabərdir 91 alırıq. Əvvəlcə ədədimiz 100 götürmüşdük, hal-hazırdakı ədədimiz 91-dir. 100 çıxaq 91 bərabərdir 9. Demək, verilən ədədimiz 9% azaldı. Yenə deyirəm şagirdlər, biz hər hansı bir məsələni həll edərkən yaxşı olar ki, tənasübü daha yaxşı öyrənək. Tənasübü yaxşı biliriksə, faiz məsələlərini asanlıqla həll edə bilərik. Xüsusilə də 9-cu sinif buraxılışa hazırlaşan şagirdlər mütləq şəkildə tənasübü bu şəkildə öyrənin. Çünki tənasüblə bağlı sizə suallar gələcək. Onları həll etməyimiz üçün doğru tənasübləri istifadə etməyi bilməyimiz lazımdır. Əgər videomuz sizlər üçün faydalı olursa, bəyənməyi yaddan çıxartmayaq. Sağ olun.